onun qarşısının alınması, əlbəttə kişilərdən söhbət gedir. Kişilərdə cinsi zəiflik və onun qarşısının alınması barədə söhbətlər eləyəcəyik. Çoxlu suallar gəlir ki, həkim, bəs mən sink preparatı yazırlar, cürbəcür reklam eləyirlər. Sink, magnezium, nə bilim mən, selen. Yəni bilirsinizmi, bu minerallar hamısı gündəlik qidalarda var və bundan başqa onu qəbul eləməklə cinsi funksiyanı artırmaq mümkün deyil. Yəni bu, belə deyək də, ancaq reklam xatirinə olunan bir şeylərdir. Yəni sink mineralını qəbul eləməklə cinsi funksiyanı düzəltmək mümkün deyil. Başa düşürsünüzmü? Bu sink mineralı cinsi funksiyanın işində, belə deyək, çox balaca bir vinçikdir, çox balaca bir belə deyək də, bir səbəblərin ən balacasıdır. Yəni sink onsuz da gündəlik yeməklərdə, gündəlik qidalarda hər yerdə var. Və onun ola bilir ki, bir balaca defisitinin olması güclü bir cinsi zəifliyə gətirib çıxarda bilməz. Cinsi zəifliyin əsas səbəbləri yenə dediyim kimi, əvvəlki çıxışlarımda dediyim kimi, birinci, xroniki prostatit, xüsusən də cinsi infeksiyaların düşməsi nəticəsində əmələ gələn xroniki prostatit, xroniki epididimit, yəni xaya artımlarının iltihabı, xroniki orxid, yəni xayaların iltihabı. Yəni burada məsələ nədədir? Yəni məntiqlə baxaq da, məntiqlə baxaq. Kişi cinsi funksiyasını hansı orqanlar yaradır? Xayalar və prostat. Yəni əsas bu iki orqan kişi cinsi hormonunun, cinsi funksiyasının fəaliyyətini əsas təmin edən bu iki orqandır. Və bu iki orqanın da problemi cinsi zəiflik yaradır. Yəni əsas budur, hansısa bir sink mineralından yapışıb gedib paçkalarla sink mineralı içməklə cinsi zəiflik aradan qalxmır. Yəni belə şeylərə aldanmayın. Bunlar hamısı marketinqdir. Ha, bu mineralı iç, sink iç, hər şey yaxşı olacaq. Bunlar belə deyək də baş allatmaqdır. Ümumiyyətlə laf tutaq ki, sink mineralının defisiti var. Bunu əsaslandırmaq lazımdır. Nəsə bir şey qəbul olunursa, nəsə bir həkimlikdə belə bir şey var. Əsaslandırma. Yəni nəsə qəbul edirsinizsə, nəsə içirsinizsə, əvvəlcə bunu bilmək lazımdır ki, burada lazımdırmı bunu içmək? Bunu nə əsasla içirsiniz? Nə əsasla eləyirsiniz? Yəni onun əsası varsa, eləməyin yeri varsa, məsləhətdirsə, tutaq ki, bu şeyin həqiqətən çaşınmazlığı varsa, onda həmən maddəni qəbul eləmək olar. Və buna əsas səbəb kimi, belə deyək də, nadir hallarda olur ki, çox nadir hallarda ki, sink mineralı çaşmamazlığından, nə magnezium çaşmamazlığından kimsə cinsi zəiflik olur. Belə şey demək olar ki, mində bir halda olur. Ona görə gedib tonla sink içmək, nə magnezium içmək mənasız bir işdir. Selen içmək, minerallardır bunlar hamısı. Yəni, bu boş-boş işlərdir. Bundan heç nə düzəlmir. Birinci nə eləmək lazımdır? Kişilikdə cinsi zəiflik varsa, birinci bu kişiliyi təmin edən orqanları yoxlamaq lazımdır. Prostatı, xayaları, toxum kisəciklərini, bu orqanları, prostat, xayalar, toxum kisəcik, bu orqanları yoxlamaq lazımdır. Nə məsələdir? Mikrob var, iltihab var, qan durğunluğu var, şirə durğunluğu var. Yəni, prostatda durğunluq olur da, həm onun özündə durğunluq olur, şirə durğunluğu olur. Yəni, insanlar hansı ki, uzun müddət əlaqədə olmurlar və yaxud çox tez-tez əlaqədə olurlar. Bunlarda prostatda normal sekretin dövriyyəsi pozulur, yəni şirənin dövriyyəsi pozulur. Və bu şeylər də iltihaba gətirib çıxardır. Başa düşürsünüzmü? Sonra soyuqdur, babasilin olmasıdır. Bunlar hamısı problemlər yaradır. Sonra kişi cinsi zəifliyində növbəti bir əsas səbəb